Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun, Allahın salamı üzərinizdə olsun. Aprel ayı üçün bürclər haqqında sizinlə bütün proqnozları bölüşmək istəyirəm. Ümid edirəm ki, hər bir bürc altında doğulan insanlar üçün uğurlu və ruzi bərəkətli sağlam həyat olacaq. Aprel ayı üçün tərəzi bürcləri. Ümid edirəm Allahın izni ilə inşallah bu bürclər üçün də uğurlu olacaq. Hər bir bürc üçün, bürc altında doğulan insanlar üçün aprel ayı uğurlu, ruzi bərəkətli, sağlam həyatda olacaq. Aprel ayı üçün tərəzi bürclərində ilkin həftəsində, birinci həftəsində və ikinci həftəsində anlaşılmazlıq günlər, anlaşılmazlıq bir-biri ilə mübahisələr, intriqalar olan insanlarda problemlər yaşanacaq. Polisdə düşmə, şərə düşmə olacaq. Xəstə olan insanlarda Allah şəfaətlərini versin. Yaşlı, xəstə yatan insanlardan acı xəbər gələcək. Tərəzi bürcləri, unutmayın ki, Allah sizin üzərinizdədir. Qeybətlərdən, şərxatalardan, kiməsə böhtan atmağınızdan və yaxud da kiminsə sizin böhtan atacağından ehtiyatlı olun. Üçüncü həftənin ilk günündən uğurlarınız var. 2 həftənin sınağından, Allahın sınağından uğuru keçəcəz, uğurlarınız var. Yollarınız var, ruzi bərəkət yollarınızın açıqlığı var. Uzaq yolda olan illərlə görə bilmədiyiniz insanları, qohum əqrəbalarınızla görüşləriniz var. Uğurlu və xeyirli. Həftənin 1-ci, 3-cü günlər ən uğurlu günlərimizdir. 6 rəqəmi ən uğurlu rəqəmlərimizdəndir. Allahın izni ilə tələbə olanlar da sevinci olacaq. İş qurmaq istəyənlər də həftənin 3-cü həftəsindən işlərini qursunlar. İndi isə aprel ayı üçün əqrəb bürcləri. Ümid edirəm əqrəb bürclərinin içində aprel ayı ümumiyyətlə bütün bürclərə hər bir aylarımız uğurlu, ruzi bərəkətli gəlsin. Amin. Mənim əzizlərim, aprel ayı üçün əqrəb bürclərini təbrik edirəm. Ən gözəl, ən uğurlu aylardan biri olacaq. Ruzi bərəkətiniz bol, kariyera işlərinizdə uğurlar, ev tikmək üçün ən uğurlu aydır, başlamağı üçün, ev almaq üçün ən uğurlu aydır. Çünki ardıcıl çox gözəl günlər sahib olacaq. Uzaq yolda, başqa ölkələrdə tələbə olanlara da stipendiya deyək mən, və yaxud da ki, hansısa bir pul məbləği məktəb tərəfindən ödənilən daha da artırılacaq. Xəstələrin şəfayəti var, evlad arzusunda olanların evlad müjdəsi var. Aprel ayı üçün əqrəb bürclərində ən gözəl günlər 4-5 ikinci günləridir. Əqrəb bürcləri üçün borcunu olanlar, bank borçları olanlarda xeyri uğuru xəbər olacaq, ödənişlərimiz olacaq. Uzaq yolda getmək istəyənlər üçün istirahətə, uğurlu istirahətdir, sevincli, unudulmaz günlər yaşayacaq. Əli qərəzində əqrəb bürclər üçün uğurlu günlərimiz var. Aprel ayı üçün ox atan bürcləri. Allahın izni ilə inşallah ox atan bürclərinə də əqrəb bürcləri kimi çox gözəl günlər nəsib olsun inşallah cümlə bürclərə. Və həmçinin də ox atan bürcü, özüm də ox atan bürcü olduğum üçün ümid edirəm Allahın rızası ilə bizə də uğurlu və xeyirli olar. Hərçənd ki, öz bürcümdə gördüklərimə təəssüf edirəm. Düşmənlərimiz, ox atan bürcünün həmişə düşməni bol olub və bol olacaq. Çünki ox atan bürcündən tanınmış insanlar, tanınmış iş adamları, onlara görə həmişə paxıllığımda olub, həmişə agresiya göstərilib,
onların həm görünüşü, həm iş strukturu, qabiliyyəti, ümumiyyətlə Rəbbim Oxatan Bürclər öz bürcüm olduğuna görə demirəm. Bu reallıqda faktiki budur. Oxatan Bürcləri ilk həftəsində cüzi uğurla üzləşəcəksiniz. İlk həftəsinin başlanğıcından, ikinci həftəsindən uğursuzluqlarımız var. Bəzi gənclərimiz və orta yaşında olan insanlarda intihar, bankrot, yəni pul itkisi ilə əlaqədar, sevgisi ilə əlaqədar, evdə olan söhbəti ilə əlaqədar intihar cəhdləri görsənilir. Oxatan bürcündən olan hər bir kəsə dönə-dönə tapşırıram, göstərirəm, ehtiyatlı olun, şərə düşmələr var. İntriqa ucbatından polislər var, polisə düşmə var, şər atılma, böhtan atılma, Oxatan bürclərində ölüm cadusu gözlənilir, ölüm cadusu etmək istəyəcəklər, edəcəklər. Hərçənd ki, həmin insanlar özləri Allahın bəlasını düçar olsalar da, yenə də əməllərindən qalmayacaq. Bu ayda Oxatan bürcləri öz gücü ilə çarpışmalı, vuruşmalı. Heç bir Oxatan bürcündə, istər qadınında, istər kişisində, yəni məni söysəz də, pis desəz də, düzdür, hər şey Allahın əlindədir. Hökm verən Allahdır. Allah o insanları zəlil, nadan etsin ki, kimsə kiməsə cadu, şeytan əməl edir. Oxatan bürcləri karyera dəyişikliyi eləmək istəyirsinizsə, bu ayda saxlayın. Vəzifəyə qalxmaq istəyirsiniz, bu ayda saxlayın. Oxatan bürcləri bu ayda ən başlıca şeytani əməllərdən, əhatəvizdə olan insanlardan ehtiyatlı olmalıyıq.